Hər vaxt xeyir olsun izləyicilərimiz. Bugün Masazırda gözəl bir yerdə yerləşən 2 mərtəbəli 4 otaqlı evimiz satışa çıxımını sizə çəkib təqdim edirəm. Evimiz yerləşir 6 nömrəli məktəbin yaxınlığında yerləşir. Hündür bir ərazidə yerləşir. Bax gördüyünüz kimi evimizin üz görünüşü. Bu da yan tərəflərdə evimizin gördüyünüz kimi çökəkdədir bu evlər. Amma bu hündür bir ərazidə yerləşir. Evimiz vurğulayım ki, bir daha dedim ki 4 otaqdan ibarətdir. Sot yarıma yaxın da tikili. Bir sot 40 kvadratda tikili evimiz. Qiymətini də irəliləyən dəqiqələrdə deyəcəm. Evimizin rahatlıqla belə geniş bir maşın girən həyəti var. Belə də bax, boş yeni sağlıqda yeri var. Evimizin kombi xəttləri, paket, qupçat hamısı qaydasındadır. Evimizin yan tərəfinə keçməyə yer buraxılıb. Evimizin zirzəmi hissəsidir. Gördüyünüz kimi artıq əşyalar yığmaq üçün belə bir zirzəmisi var. Gördüyünüz kimi bax, quru ərazidə yerləşir. Evimiz təmiz sənətli, qupçalı evdir. Daxil oluruq evimizin evinə, içərisində daxil olacağıq. Bu ev da evimizin bir yan tərəfidir. Dörd bir yanına da keçmək olur rahatçılıqdan. Bütün kommunal xəttləri, kanalizasiya xətti hamısı da qaydasındadır. Daxil oluruq evimizin içərisinə. Evimizin içərisində daxil olduqda belə bir geniş dəhlizi. Dəhlizin sağ tərəfində yerləşir. Geniş belə qonaq üzr istəyirəm mətbəximiz. Belə qonaq otağı boydadır. Mətbəximiz də pəncərəsi öz həyətinə baxır. Bu isə qonaq otağımız. Gördüyünüz kimi. Qonaq otağımızda da başlıqda yan pəncərə baxır. Yan evə, öz həyətinə. Bu tərəfdə 2 dənə pəncərəsi var. Bu isə sanitar qoşağıdır. Gördüyünüz kimi qoşaq kubik, başının kəməri hamısı da qaydasındadır. Pilləkənin altında boşda belə qırtıladovka yeri var, qoyulub. Qalxırıq 2-ci mərtəbəyə. 2-ci mərtəbəyə qalxdıqda da 3 dənə otaq yerləşir. 2-ci mərtəbənin belə dəhlizi. Dəhlizimizin sol tərəfində 2-ci mərtəbənin sanitar qoşağı. Bu isə yataq otağı. Gördüyünüz kimi geniş, şıxlı yataq otağımız. Bu isə digər bir yataq otağımız. Bu isə digər yataq otağımız. Şəbəkə pəncərə ilə gördüyünüz kimi hündür ərazidə yerləşir. 6 nömrəli məktəbdən də məsafəsi 250-300 metrdir. Bu isə dəhlizimizdə də heyvana çıxışı. Belə heyvan. Evimizin qiyməti sahibi tərəfindən 99.000 manata deyilir. Real alıcılara indirim olacaq. Sağ olun, var olun. Kanala abunə olmağı unutmayın ki, yeni belə evlər çıxsa baxa bilirsiniz.